Salam, hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər və müəllim olmaq istəyənlər. Sizlər də fiziki tərbiyə ixtisası üzrə MİQ və sertifikasiya imtahanına mənimlə hazırlaşmaq istərsinizsə, ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayaraq dərslərimizə qoşula və yararlana bilərsiniz. Uğura gedən yolda bizimlə addımlayın. Bugünkü mövzumuz sürət və sürət güc hərəkəti qabiliyyətinin sınaq imtahanının geniş izahıdır. Sual 1. Sürətli qüvvə və sürət hansı tədris vahidinin komponentidir? Burada düzgün variant D variantı sürət gücdür. Çox müəllim bəzən bu sualda səhvliyə yol verir ki, sürət bəsaxı hərəkəti qabiliyyətdir. Müəllimlər, unutmayın ki, sürət gücün sürət adlı komponenti də vardır. Sual 2. Aşağıdakılardan hansı sürət hərəkəti qabiliyyətini inkişaf etdirir? Orta və uzaq məsafəyə qaçışlar 600-800 min metr xeyir, dözümlük hərəkəti qabiliyyətini inkişaf etdirir. Mütərrik və idman oyunları, bunlar çeviklik hərəkəti qabiliyyətini inkişaf etdirir. Bitişdirici addımlarla qaçışlar, müxtəlif start vəziyyətlərindən müxtəlif intervallı start siqnalı ilə qaçışlar, rəvan tempdə uzun müddətli yerinə yetirilən qaçışlar. Rəvan tempdə uzun müddətli yerinə yetirilən qaçışlar müəllimlər dözümlük hərəkəti qabiliyyətini inkişaf etdirir. Müxtəlif start vəziyyətlərindən müxtəlif intervallı start siqnalı ilə qaçışlar isə sürət hərəkəti qabiliyyətinin hərəkətin reaksiya tezliyini inkişaf etdirdiyinə görə burada düzgün variantımız D variantıdır. Sual 3. Maili qaçış yolunda sürətlənmələr, maili qaçış yolunda məsafə güzəştləri ilə startlar sürət hərəkəti qabiliyyətinin hansı komponentini inkişaf etdirir? Düzgün variantımız maksimal sürətdir. Maksimal qaçış sürəti də deyirik, maksimal sürət də deyirik buna. Sual 4. Görülən siqnala müvafiq gözlənilmədən dairə üzrə dönmələrlə qaçış, qövs, dairə ilanvari qaçışlardan hansı hərəkəti qabiliyyətinin inkişafı üçün istifadə olunur? Burada düzgün variant Y variantı sürət hərəkəti qabiliyyəti. Bir və ya iki ayağın təkanı ilə uzunluğa tullanmaq, iki ayağın təkanı ilə toplar və ya hər hansı maneə üzərindən hoppanaraq keçməklə hansı hərəkəti qabiliyyəti inkişaf etdirə bilərik? Baxın müəllimlər, biz demişik ki, aşağı ətraflar və yuxarı ətrafları inkişaf etdirmək üçün sürət gücdə nə etməliyik? Sürət güc üçün tullanmalar, aşağı ətraflar üçün tullanmalar, yuxarı ətraflar üçün isə atmalardan istifadə edilir. Burada isə tullanmalardan söhbət gedir. Demək ki, düzgün variant burada D variantı sürət gücdür. Sürətin inkişafı üçün resurslardan istifadə zamanı nələr diqqət mərkəzində olmalıdır? Gəlin baxaq. 1. Məşğul olanları təlim, tərbiyə və inkişaf etdirmənin məqsəd və vəzifələri xeyir. Resursun dərsin məqsədinə, sürət qabiliyyətinə müvafiqliyi, bəli. Tədris materialının məzmunu və vasitələri xeyir. Hərəkətin zəruri intensivlikdə və həcmdə icrasının təmin olunması düzdür. Resursların istifadə olunan zaman əlverişli metodların seçilməsi bəli düzdür. Deməli düzgün variantımız burada 2, 4, 5. Yəni B variantı.